Uğura bugün nələr almışam, nələr. İndi isə onları göstərəcəm sizlərə. Gəlin birinci bu dəstdən başlayaq. Belə bir dəstə almışam Uğura. Bu pencəkdir. Amma bu tam klasik getmir də. Bu isə şalvarıdır. Beli belə rezinlidir. Ayağı da belə. Xoşum gəlir olan uşaq belə geyinəndə. Bunun adı da afrodolka. Bunlar rəng akrasov qəşə kombin eləyəcəm. Bunun başqa rəngləri də var. Bunun tünd rəngi də var idi. Açıq boz da var idi. Bu ortada xakiyə rəngi var idi. Bir də göy olmalı səhv eləmirəmsə. Rəngləri çoxdur. Ümumiyyətlə buranın geyimləri həqiqətən də, yəni reklam xatir demirəm, çox keyfiyyətlidir. Doğru sünnət toyunda mən buradan bir kostyum almışdım. Kostyum düzlüyündə o rəngli olmur, amma hər də qəşəng qalıb ki, Aslana verəcəm. Bu da mənim əlim olar. Bir də xoşum gəlir oğlan uşağı sarıqçıqa geyinəndə. Amma yəni belə boş da, belə sıx yox. Damda geyinlər, elə yox. Belə boş sarıqçıqa geyinsin, bir dənə boş şal var. Uf, baxır. Ümumiyyətlə bəylərində sarıqçıqa geyinməni çox bəyənirəm. Həmçinin uşaqların da sarıqçıqa geyinməni daha çox bəyənirəm. Xoşum gəlir, sevirəm. Qəşəng də. İndi burada ayaqqabıları da göstərəcəm. Ona qeyd edeyim ki, səhifədə geyimlər, qiymətlərim mükəmməldir. Keyfiyyətinə söz ola bilməz. 2 dənə mağazalar var. Üçüncü də inşallah açılacaq. Biri Binədədir, biri isə Nargilən Kuruğu tərəfində. Molun adı yadımdan çıxdı. Bulu molu idi, nə idi? Belə bir mol var. Hə, oradadır. Soracağım sizə desin. Neysə, gedim o ayaqqabıları göstərim. Gəl bura. Nə oldu ki sənə? Yaş. Və gəlirəm ayaqqabılara. Gəlin birinci sizə Aslanın ayaqqabısını göstəreyim. Aslan üçün belə bir dənə ayaqqabı götürdüm. Görüncə gözəldir. Sizi payızda geyinə bilər, indi yox. Payızda geyinmək üçün çox qəşəngdir. Məndə də var ya bundan. Belə bir dənə krasovka. Düz anası ilə danışmıram. Eyb yox. Anasını boş verəcək. Balasıdır. Neyim olsun. Uğur üçün bir dənə belə makasin. Bunun hər rəngi var. Mən qarasını götürdüm ki, sarıçıq ilə kombin eləməyə. Qara zamuş. Az bundan məndə də olmalıdır. Buna oxşar. Hə, Allah. Ana bala geyinərik. Bir də bu krasovkanı çox bəyəndim. Onu da deyim ki, bir dənə qəşəng krasovkalar var ki orada. Bir də bu. Bunu da çox bəyəndim mən. Çox qəşəngdir. Bunları almışam da uşaqlar. Geyindirəcəm, baxarsınız. Görün bəyənəcəksizmi?